S-klasın rolu çəpdir, yəni asimetrikdir, biraz sağdadır. Bax, bunu şəkildə görürsünüz. Oturacağın ortası ilə sükanın ortasından bir simmetrik xətt çəksək, görürsünüz ki, siz oturacaq sükandan biraz solda yerləşir, yəni sükan sağa doğru əyilib. Yəni bu aydın məsələdir. Bu şəkil də orijinal istehsalçının saytından götürülən bir şəkildir, heç yerdə çəkilməyib. Sadəcə o xətti ora özüm qoymuşam ki, simmetrik olaraq baxa biləsiniz. S-klasın kuzovu kapsul təhlükəsizliyi var. Bu nə deməkdir? Salon interyer ki var, sərnişinlər oturan hissə. Bunu kapsul deyirlər də, yəni daha ciddi təhlükəsizlik tədbirləri görülür. S-klasın arkası böyükdür, sol tərəfdə təkər arkası. O arka böyük olduğuna görə avtomatik şəkildə digər mexanizmlər avtomobilin mərkəzinə doğru gəlir. Və orta konsol ki var, orta konsol da S-klasda genişdir. S-klasın konsolunu təsəvvür edin, nazik belə bir konsol olsa o maşın Mercedes olmaz. Həmçinin də oturacaqlar da geniş olduğuna görə, amma ki sükan mexanizmi və digər avadanlıqlar məcbur şəkildə biraz maşının mərkəzinə doğru gedir. Biz oturanda rul asimetrik olaraq biraz bax belə sağ tərəfdə görürük rulu. Bunun heç bir başqa texniki izahı yoxdur, yoldaşlar. Yəni bunu başqa şeylərlə əlaqələndirməyək ki, Mercedes belə fikirləşibsə, bu düz söhbətdir. Belə şey yoxdur burada. Sadəcə bu maşında və yaxud digər modellərdə Mercedes kuzovun təhlükəsizliyini ergonomikadan daha üstün tutub. Yəni fikirləşiblər ki, yox, qoy 1-2 sm rul sağda solda olsun, amma maşın təhlükəsiz olsun. Belə, vəssalam.